Salam yoldaşlar. Hər vaxtınız xeyir. Mən məntiq müəllimi Zimran Süleymanov. Bu günlərim sizlərə fiqur ilə əlaqələri, digər bir adı rebus mövzusunun izahını eləyəcəm. Hardasa rebus mövzusu görərsinizsə, bilin ki, fiqur ilə əlaqələr deməkdir. Fiqur ilə əlaqələri əsasən qeyri-aşkar operatorlar kimidir. Həll üsulunu özümüz tapmalıyıq. Qeyri-aşkar operatorlardan fərqli olan biraz çətin olan hissəsi odur ki, burada ədədlər fiqurların içərisində kənarında verilir. Özümüz tapmalıyıq ki, hansı ədədlərdən nə alınmalıdır. Qeyri-aşkar operatorlarda misal üçün testlərə baxsaq görərik ki, misal üçün 8 ilə 6-dan 52 alınmalıdır, 5 ilə 3-dən 19 alınmalıdır. Ancaq bunu biz fiqur ədədlərində özümüz tapırıq ki, misal üçün burada 17 ilə 21-dən 24 alınacaq. Niyəsini izah edəcəm indi sizə. Və yaxud da burada 2 ilə 4-dən 20 alınacaq. 7, 8, 23-dən 79 alınacaq və yaxud da 7, 8, 79-dan 23 alınacaq. Bunu özümüz tapmalıyıq biz. Son düzgün baxış tərzimiz olsa, testi tapmaq rahatdır, asandır. Yox, baxış tərzini düzgün seçməsəz, testdə əziyyət çəkəcəksiniz. İlk öncə mən sizə bəzi test nümunələrini göstərim. Necə baxasınız testlərə, fiqurlara necə baxasınız, hansı ədədlərə baxmalısınız, çıxardığınız ədəd hansı olacaq? Keçək testlərimizə. Deməli, ilk öncə qeyri-aşkar operatorların qızıl qaydası bütün qeyri-aşkar operatorlara aid olan bir qayda. Eyni fiqurlardan müxtəlif fiqur alınır, fərqli fiqur alınır. Yazaq. Eyni fiqurlardan alınır fərqli fiqur. Bu nə deməkdir? Misal üçün, 2 dənə dairə verib, içərisində ədədlər. Bir dənə də kvadrat verib. Dairədəki ədədlərdən kvadrat alırıq. Ola bilər dairə, kvadrat, dairə verilib, 2 dairədən kvadratlı olan ədəd alırıq. 2 üçbucaq, bir dənə də kvadrat verilir. Yenə 2 üçbucaqdan kvadrat alırıq. Gətiririk qeyri-aşkar operatora yəni. Ola bilər ki, bizim bütün fiqurlarımız eynidir. Hamısı kvadratdır, hamısı dairədir. Onda necə olacaq bəs? Onda biz onların yerləşdiyi yerə baxmalıyıq. Yəni, eyni mövqedən, eyni yerdən fərqli yerə alınır. Eyni mövqedən alırıq fərqli mövqeyini. Bu nə deməkdir? Misal üçün, 2 dənə dairəni aşağıda verir, birini yuxarıda verir. İçərisində hər hansısa bir ədədlər. Mən burada A ilə B-dən C-ni almağa çalışıram. Qeyri-aşkar operatora gətirdik bunu. A operator B bərabərdir C. Bu qaydada baxırıq. Təsadüfi hallarda hər hansısa bir kursun, hər hansısa bir müəllimin PDF-ində təsadüfi hallarda A ilə C-dən B alınır, B ilə C-dən A alınır. Amma siz qəbulda belə bir şey görməyəsiniz. Mənim sizə deyəcəyim qaydalar 2-3 ildir ki, qəbullarda istifadə olunan qaydalardır. Bütün qəbulları mən araşdırıb, ümumi qaydalar çıxartmışam sizin üçün, hazırlanmışam. Qəbullar hansı tipdə düşür, necə baxmaq lazımdır. Bu olur bizim birinci qaydamız. Eyni fiqurlardan fərqli fiqur, eyni mövqedən fərqli mövqe. Baxırıq ikinci, üçbucaqda rəqəmlər verilərsə nə edəcəyik? Məsəl üçün, üçbucağın yan tərəflərini A, B, C ədədləri. Üçbucağın qaydasına görə yan tərəflərdən oturacaq alınmalıdır və yaxud da bizim birinci yazdığımız qayda eyni mövqedən fərqli mövqe alınır. A ilə B yuxarıdadır, C aşağıdadır. Biz yəni A ilə B arasındakı əlaqədən almalıyıq C ədədini. Deyək ki, ədədlər təpə nöqtələrində verilibdir. Üçbucağın təpə nöqtələrində. Yenə ikisi aşağıdadır, biri yuxarıdadır. Yenə biz A ilə B arasındakı əlaqədən alırıq C ədədini.
Bu üçbucağın içərisində yazılan ədədlərə də aiddir, üçbucağın kənarında yazılan ədədlərə də aiddir. Ola bilər rəqəmlər içəri tərəfdə verilsin. Yenə eyni qaydadır. Və üçbucağın yan tərəflərində ədədlər yazılıb. İçərisində də bunu fiqurun özündə göstərək. İçərisində də hər hansısa bir ədəd verilərsə, daxilində bir x ədədi verilir. Yenə biz A ilə B-yə bir baxırıq. X fərqli mövqedə, C fərqli mövqedə. A ilə B arasındakı əlaqə X, ala bilərik C-ni və yaxud da A ilə B arasındakı əlaqə C, ala bilərik X ədədini. Bu nə deməkdir? A-nı B-yə vurur, üzərinə X gəlir, alınır C. A ilə B-ni toplayır, C-yə vurur, alınır X. Yəni biz burada həm X-i axtara bilərik, həm C-ni axtara bilərik. Çünki bunların ikisi də fərqli yerdədir. İkinci qaydamız dairə və kvadrat. Həm dairədə, həm kvadratda eynidir. Tək dairə, tək kvadrat verilərsə, yan tərəflərində ədədlər verilir. A, B, C və D. Bu yan tərəflərində, kənarında verilən ədədlər üçündür. İçərisində fərqli qayda olacaq. Ya bunların hamısına ümumilikdə baxmalıyıq. A, B, C, D kimi hamısında eyni nəticə olmalıdır. A, B, C, D. Və yaxud da A ilə B arasındakı əlaqə, A ilə C arasındakı əlaqə, bir dəqiqə qarışdırdıq, üzrlü sayın. A ilə C arasındakı əlaqə, B ilə D arasındakı əlaqə. Yəni qarşı-qarşıya baxırıq bunlara. Çarpaz formada. Qətti şəkildə A ilə B, C ilə D. Belə olmaz. Həm kvadratda, həm dairədə. Qarşı-qarşıya. Və bunların içərisində, həm kvadratın, həm dairənin içərisində fiqursuz ədəd verilərsə, fiqurla onda başqa qayda olacaq. Fiqursuz bir x ədədi verilir. Yenə bizdə qayda eyni olaraq qalır. A ilə C arasındakı əlaqə, B ilə D alırıq x ədədini. Biz yəni axtardığımız x ədədi olur. X ədədini almağa çalışırıq. Ola bilər A-nı C-yə vurur, B-ni D-yə vurur, cəmləyir, fərqini yazır. A ilə C-ni toplayır, B ilə D-ni toplayır, bunları bir-birinə vurur, mərkəzdə yazır. Mərkəzi olan seçilir, fərqlidir yəni. İndi baxaq, bunların ikisi bir yerdə olarsa nə edəcəyik bəs biz? Onda nə iş görəcəyik? Yazaq onu. Misal üçün, dairə verilir, içərisində kvadrat. A, B, C, D ədədi. Burada nə edəcəyik? İkisi bir arada olarsa bunlar, bütün nümunələr dairə içərisində kvadrat. Birində kvadrat, birində üçbucaq, birində beşbucaq. Bu fərqli olur. Bütün nümunələrdə bizə 3-4 nümunə verməlidir. Bütün nümunələrdə kvadratın içərisində, dairənin içərisində kvadrat verilir. Nə iş görürük? Burada biz həm dairədə, həm kvadratda dedik ki, əvvəlki qaydada yanaşı olmaz bunlar. A ilə B kimi olmaz. Ancaq AC, yəni çarpaz, qarşı-qarşıya. Burada isə elə yanaşı baxırıq biz. A ilə B arasındakı əlaqə, C ilə D arasındakı əlaqə. Mərkəzdə də bir ədəd verərsə bizə, həmin ədədi almağa çalışırıq. Eyni qaydada. A ilə B, A ilə B, C ilə D axtarırıq x ədədini. Bu ədəd olmağa çalışırıq. X mərkəzdəki ədəd. Bizim kvadratda da, dairədə də qaydamız eynidir, yanaşı olmaz. Ancaq bu dördbucaqlının qaydasını pozan bir dənə olacaq bizdə romb. Qəbullarda da, sınaqlarda da, testlərdə də eyni qaydadır. Rombun kənarlarında rədlər verilərsə, biz burada yanaşı baxırıq. A ilə B, C ilə D. Mərkəzdə ədəd verilibsə, yenə A ilə
B, C, D alırıq x ədədini. Bu nə deməkdir? A-nı B-yə vurur, C-ni D-yə vurur, bunları çıxır, bunları birini vurur, birini toplayır, fərqinə baxır. Yəni A ilə B-yə bir baxırıq, C ilə D-yə bir baxırıq. Təpə nöqtələrində ədədlər verilərsə yenə eyni qaydada. Təpə nöqtələrində ədədlər verilərsə, bunlara ya A, B, C, D və yaxud da A, D, B, C. Mərkəzdə ədəd verilibsə, yenə mərkəzə ədəd aparılır. Biz dedik ki, dairənin içərisində kvadrat olarsa bu qayda olacaqdır. Bəs bəzi testlərdə bizdə dairənin içərisində bir dəfə üçbucaq verilir, dairənin içərisində bir dəfə kvadrat verilir, yəni dördbucaq verilir, dairənin içərisində beşbucaq verilir. Onda biz nə edəcəyik? Kənarda verilən ədədləri biz üçbucağın xüsusi qaydasını bildik, kvadratın bildik, amma beşbucaqlı haqqında heç nə danışmadıq. Üçbucaqda xüsusi qayda fərqlidir. Dördbucaqda fərqli. Bizi burada bir testə veribsə, bu nümunələrin üçünü də bir testə veribsə, biz üçünə də ortaq olan qaydaya baxmalıyıq və hansı testdəki fərqlilik var, həmin fərqlilik nəzərə alınır. Niyə burada 3-dür, burada 4-dür, burada 5-dir? Mən deməli hesablamada 3, 4, 5-dən istifadə edəcəm. Kənarda verilən ədədləri toplayıram, vururam, 3-ə böləcəm, 9-a böləcəm. Ola bilər 9-a bölürük. 9-a vururuq, yəni kvadratına, 3-ün kvadratına. Ola bilər üstünə 3 gəlirik, 3 çıxırıq. Kvadratda yenə eyni qaydada. Kənarda verilən ədədləri toplayırıq və yaxud da vururuq. 4-ə bölürük, 4-ə vururuq. 16-ya bölüb vura bilərik. Bu qaydada fərqlilik varsa, fərqlilik nəzərə alınır. Növbətlərdə testin içərisində deyəcəm. Bunlar sizə əsas lazım olanlardır. Qəbulda ən çox istifadə olunanlar. Birinci, ən çox bütün rebuslarda istifadə olunur eyni fiqurdan. Fərqli fiqur, eyni mövqedən fərqli mövqe. Testlərdə göstərəcəm indi. Keçək testlərində də bir nömrəli testdə kvadratlardan dairə alınmalıdır. Qeyri-aşır operatora çeviririk. 17 operator 21 bərabərdir 24. Bu qaydada 17 ilə 21-dən 24 almağa çalışırıq. Necə alacağıq? 17 ilə 21-i toplayırıq. 38, 3 vur 8, 24. 2 nömrəli test eyni qaydada. 3 nömrəli testə baxaq. Eyni fiqur yoxdur. Hamısı fərqli fiqur yoxdur testimizdə. Fərqli mövqedə yoxdur. Hamısı eyni mövqedə, eyni fiqurun içərisindədir. Bu tipləri nə edirik? Ya sol-sağ ayırırıq testimizi, fiqurları, rəqəmləri. Soldakılar bir, sağdakılar bir. Ya da aşağı-yuxarı. Yuxarıdakılar bir, aşağıdakılar bir. 8 ilə 7-ni vuranda 56, 41 ilə 15-i toplayanda 56. Ola bilər ki, burada biri o birisinin 2 qatı, 3 qatı olsun. Bu tərzdə də test verilə bilər sizə. 8-i 7-yə vurar, misal üçün 56, aşağıdakı ədədlərin cəmini də 28, hasilini 28. Bu qaydada, yəni biri o birisinin 2 qatı, yarısı. 9 ilə 11-in 99, 63 ilə 36-nın 99. Bunları da vurduq 42. Aşağıdakı ədədləri toplayanda 42 eləməlidir. Deməli, bizə lazımdır 24. 3 bucağa gəldik. 3 bucağın qaydasını demişdik. 2 ilə 4-dən 20 almağa çalışırıq. 2 operator 4 bərabərdir 20. Kiçik ədədlərdən böyük ədəd alınarsa, kiçik ədədlərdən böyük ədəd alınarsa, qeyri-aşkar operatorun qaydası. Kvadrata, kuba baxırıq, sonra keçirik vurmaya. 2-in kvadratı ilə 4-ün kvadratı 20. 7-in kvadratı ilə 5-in kvadratı 74. Deməli, kvadratlar cəmidir. 2 ilə 4-ün kvadratlar cəmi 21. Bizə də 5 ilə 8-in kvadratı cəmi lazımdır. 64 və 25. Bizə verəcək 89. Sonra keçdik 5 nömrəli testimizə. Dairənin kənarında ədədlər verilib. İçərisində verilən rəqəm isə içərisində verilən ədəd fiqur sözdür. Baxın 17. Fiqur olsa başqa qaydada.
Figursuz olsa başqa qaydada. Biz dedik ki, bunlara ya hamısını bir yerdə, ya da çarpaz. 6, 8, 13, 5. Nə edəcəyik? 13-ü 5-ə vururuq. 65. 6-nı 8-ə vururuq. 48. 65-dən 48 çıxanda 17 qalır. 9-u 3-ə vurduq qarşı-qarşıya. 9-u 3-ə 27. 3-ü 8-ə 27. 24, əstəğfurullah, 27 nə idi? 27-dən 24 çıxdıq 3. 6-nı 7-yə vurduq 42. 2-ni suala vurub çıxanda isə bizə verməlidir 32. Mən 42-dən neçə çıxmalıyım ki 32 qalsın? 10. Deməli mən 2-ni neçəyə vuranda 10 eləyəcək? 5-ə. Deməli burada sualın yerində 5 olmalı idi. Sonra gəldik 7 nömrəli test. 7 nömrəli testdə bir dənə dairə var, 4 dənə kvadrat. Deməli, kvadratlardan dairədəki ədəd almağa çalışırıq. Amma bir dənə diqqət edəcəyimiz məqam odur ki, 8 ilə 7-nin arasında bir əlaqə var. 5 ilə 6-nın. Deməli, mən 8 ilə 7-yə 1, 5 ilə 6-ya 1 baxıram, alıram 26-nı. Nə edirik? 8-i 7-yə vurduq, 56, 5-i 6-ya vurduq, 30. 56-dan 30 çıxanda 26 qalır. 7-ni 4-ə vurduq, 28. 5-i 3-ə vurduq, 15. 28-dən 15 çıxdıq, 13. 9-u 7-yə vurduq, 63. 11-i 3-ə vururuq, 33. 63-dən 33 çıxdıq, cavabımız oldu 30. 8-də yenə eyni qaydadır. Dairədəki ədədlərdən kvadratdakı ədəd alınır. 9 nömrəli testdə. Diqqətlə baxsaq görərik ki, aşağıda verilən ədədlərin hamısından 34-ə doğru xətt var. Aşağıda verilən ədədlərin hamısından, bu ədədlərin hamısından 22-yə doğru bir xətt var. Deməli, o ədədlərdən 22 alınmalıdır, 34 alınmalıdır. Bunların hamısını birinci toplayaq. Birinci rahat üsul eləyək. Çətin üsula baş qoşmayaq birinci. Çətindən başlasaz, asan üsullara qayıda bilməyəsiniz. Asan üsullardan başlayın ki, çətinə doğru gedəsiniz. Bunları birinci topladıq. Hamısını topladıq. Olur 102. 102 böl 3 olur 34. Görüm ikincili ödüyor. Hamısını toplayırıq yenə. Bizə verir 66 böl 3, 22. Deməli, mən bu ədədləri toplayanda mənə verməlidir 72. 3-ə böləndə alınsın 24. Bu ədədləri toplayırıq. 27, 17, 44, 13, 57. Mən 57-nin üzərinə neçə gəlsəm 72 eləyər. 15 gəlsin. Deməli, bu sualın yerində 15 olmalı idi. Həmişə axtardığımız ədəd tapmaq. Mən hansı ədəd almalı çalışmalıyam? Düzdür, bizim tapacağımız ədəd sualdır. Mən amma testi necə formalaşdırmalıyam? Orada hansı ədəd alınmalıdır? 24 alınmalıdır. 24 almalıyıq biz aşağıdakı ədədlərdən. Axtardığım ədəd düzdür, sual işarəsidir. Amma mən orada testdə alacağım ədəd, almalı olduğum ədəd 24. Testə yəni düzgün baxmaq lazımdır. 10 nömrəli testdə üçbucağın içərisində fiqur verilib. Dedi üçbucağın içərisində fiqur verilərsə, fiqursuz verilərsə fərqi yoxdur. Hamısında eyni qaydadır. 3 ilə 4, 8, 20 və yaxud da 3 ilə 4, 28. 3-ü 4-ə vururuq. 8 çıxırıq. Üstünə 8 gəlirik. 20. 3-ü 4-ə vururuq. 20-dən çıxırıq 8. Həm 8 ala bilərik, həm 20-ni ala bilərik. 11 nömrəli testə gəldik. Baxıram ki, ikisi eynidir, digər ikisi eynidir. Ortadan böldük. Bunları topladıq. 27 vuranda 27. Bir-birinə bərabər oldu. Yenə burada 2 qatı, 3 qatı ola bilər. Misal üçün, bunları topladıq. 54 oldu. Bunları vurduq 27. Bu qayda ola bilər. Burada 42 vuranda 42. Deməli, bunları topladıq. 20 kvadratdakı ədədlərdə vuranda 20 eləməlidir. Deməli, sual içərisində yerində 5 olacaq. 12 nömrəli testə baxaq. 8 ilə 7 eyni yerdədir. 23 fərqlidir, 79 fərqlidir. Bunlar hər ikisi dairədə olsaydı, mən bunlara da bir baxardım. Amma dairədə deyil. Deməli, 8 7-yə bir baxırıq. Ya 23 79 alırıq, ya da 79 23 alırıq. 8-i 7-yə vurduq yenə. 56 üzərinə 23 gələndə 79. 79-dan 56 çıxanda 23. İkisini də ala bilərik.
4'ü 9'a vurduq. 36, 36'nın üstünə 29 gəlirik. Sual işarəsini alırıq. Sonra 14 nömrəli test. Fiqurların yerini qarışdırıbdır. Mən yenə bunları qarışdırırsa, yenə də eyni qaydada. Kvadratlara bir, dairələrə bir baxıram. 2 dəfə 8-in 16. 6 dəfə 4'ün 24. 8 dəfə 3'ün 24 olacaq. Deməli, bizim sualın cavabı 3 olmalıdır. Sonra keçdik 16 nömrəli testə. 18 ilə 14'dən 8 alınmalı. Çünki ikisi aşağıdadır, biri yuxarıda. 18 ilə 14'ü topladıq. 32 4'ə böləndə 3, 4'ə böləndə 8. 22 ilə 34'ü topladıq. 56 4'ə böləndə 14. 31 ilə 13'ü toplayırıq. 44 bölürük 4'ə 11. Sonra bu tipli olanların hərəsindən biri izafə elədik. İzafə etmişik. Keçək 22 nömrə testə. Yenə üçbucağın içərisində verilib. Fərqi yoxdur. Kənarında verilsə də, içərisində verilsə də eyni. 41 ilə 36, 25 alırıq 52-ni. 41'in üstünə 36 gəlirik. 77 minus 25 52. 63 ilə 18-də yenə. 63, 63'ün üzərinə 18 gəlib 29'u çıxırıq. 32'nin üzərinə 23 gəlirik. 55 minus 24 alırıq sual işarəsini. Sonra 24 tipində test olsa gəl. Biz yenə dairədən digər dairəni verib, o birisində bizdən tapmaq istəyir, ədədləri tapmaq istəyir. Burada hamısına bir yerdə baxmayın. Bizdə ən azından bir dəfə qaydanı təsdiqləməliyik. Ən azı bir dəfə qaydamızı təsdiqləməliyik. Baxın, digər testlərdə hərəsindən bir nümunə veribdir. 2 nümunə veribdir. Ən azından bir dəfə təkrarlanır. Təsdiqləyirik ki, biz həqiqətən də qaydamız belədir. Elə bir dənə testi versin, o birisini biz tapaq 50 min dənə qayda olar orada. İkisinin ortaq olan bir qayda çıxartmalıyıq. Burada da elə birbaşa birinci dairədən ikinci dairəni bir qayda ilə almağa çalışmayın. Uyğun mövqelərə baxırıq. 82 ilə 28, 23 ilə 32, 54 ilə 45, 46 ilə 64. Baxın, neyniyib? Tərsini yazıb. Mən də burada tərsini yazıb. 25 nömrəli testdə yenə eyni qayda. 8-dən 16, 6-dan 9, 12-dən 36, 10-dan 25. Biz qeyri-aşılarda nə demişdik? Qışqıran ədədlər demişdik. Qışqıran ədədlər görən kimi nəyin kvadratı, nəyin kub olduğunu yazmalıyıq. 4'ün kvadratı, 3'ün, 5'in, 6'nın. Mən bunları yazandan sonra tapıram. 8'i 2'yə bölüb, 6'nı 2'yə bölüb, 12'ni 2'yə bölüb, 10'u 2'yə bölüb. Bunları yazmasaq tapmaq çətindir. Yazanda daha tez tapmaq olur. Sonra keçdik. 27 piramida qaydası. Ola bilər bunlar üzü yuxarı hesaplansın, ola bilər üzü aşağı hesaplansın. Fərqi yox. Baxırıq ki, 8 4 ilə 6'nın ortaq xanımsıdır. 4 ilə 6'dan 8 alınmalıdır. 6 ilə 7'dən 14. 7 ilə 9'dan sual. Bu qaydada baxmalıyıq. Deməli, 6'nı 4'ə vurduq. 24, 3'ə böldük 8. 6'nı 7'yə vurduq. 42, 3'ə böldük 14. 7'ni 9'a vurduq. 63, 3'ə böldük 21. Deməli, bizim sualın cavabı 21 olacaq. Bu tipdə, 28 tipində. Dairələrdə də ola bilər, kvadratlarda da. Bu formada dairələr də verilsə eyni qaydadır, kvadratlar da verilsə eyni qaydadır. Mərkəzdə dayanan 8'dir, yuxarısında və sağında olan 6 və 4'dür. Yəni kənarlarda verilən 6 4'dür. Biz mərkəzdəkiləri də axtarırıq. 8'i 4'ü 6'ya vururuq, 24 3'ə bölünür. 21 2'yə vururuq, 42 3'ə bölünür. 4'ü mən neçəyə vurub 3'ə bölsəm 36 olar. 4'ü 12 olar. 4'ü 9'a vururuq 36, 3'ə də bölürük 12. Sonra keçdik, bunlardan dedik. Gəldik 35 nömrəli testə. Yadınızdadır, əvvəldə mən dedim sizə. Birinin içərisində kvadrat, birinin içərisində üçbucaq, birində isə beşbucaq olarsa, hesablamada 4'dən, 3'dən və 5'dən istifadə edəcəyik. Fərqlilik varsa, fərqlilik nəzərə alınır. 17, 3, 11, 45. Bunları topladıq. 76, 76'nı bölürük 4'ə.  19 vururuq 4'ə. 304. 19 vururuq 4'ə. 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 19
4'ten istifadə olundu. 4 bucaqlı olduğu üçün 4'ten istifadə olundu. 3 bucaqlı da hamısını toplayırıq. 93 bölürük 3'ə 31 vururuq 3'ə 279. Mən indi burada verilən ədədləri toplayıb 5'ə böləndə mənə 15 verməlidir. Mən deməli 75'i 5'ə bölməliyəm ki, 15 versin. Kənardakı ədədlərin cəminin 75 olmaq üçün 24, 20, 11, 3. Bunları toplayırıq. Olur deməli 58. 58'in üzərinə mən 17 gəlsəm olacaq 75. Və mən 75'də sonra vururam 5'ə, yazıram kənarda. 75'i 5'ə vuranda 375 olur. Deməli 17 və 375. Gəldik 37 tipində testlərə. 37'də demişdik ki, bütün nümunələrdə dairənin içərisində kvadrat varsa, orada bir hamısında eynilik var. Fərqli olanda kvadrat nəzərə alınır. 4 kimi hesablayırıq. Yox, hamısında kvadratsa 4-ü da nəzərə almırıq biz. Yanaşı baxırıq. 6 ilə 2, 12 ilə 12. 12 ilə 12'ni topladıq. 24, 6 ilə 2'yi topladıq. 8. 24'ten 8 çıxanda 6. Topladıq 6. Bunları toplayanda 14. 14'ten 6 sonra 8. Eyni qaydada bunları toplayırıq. 29. Bunları toplayanda 32. 32'den 29 çıxdıq. Qalır 3. Sonra yenə 34'lərə eyni qaydadır. 5 ilə 4, 34, 20'ni alırıq. Və yaxud da 20, 34'ü alırıq. Gəldik növbəti kvadratın içərisində də fərqli fiqurlar verilərsə hesablamada nəzərə alınır. Fərqli fiqurlar verilibsə kənarları birinci toplayın. Kənarları topladıq. 60 bölürük 4'ə. 60 böl 4, 15. Kənarları toplayırıq hamısını. 45 böl 3, 3 bucaq olduğu üçün 15. Mən deməli kənarları toplayıb 5'ə bölməliyim. Kənarları toplayanda bizə verir 75. 5'ə də böləndə 15. Sonra 54 nömrəli testdə yenə eyni qayda. 3 bucaqdır, 4 bucaqdır, 5 bucaqdır. Kənarlar toplanılır. Bölürük 9'a. 9'a niyə böldük? Bunlar kənarları toplayanda bizə 108 verir. Bölürük 9'a 12. 3'ün kvadratı 9. İkincidə biz kənarları toplayıb 16'ya bölməliyik. Niyə? Çünki 4'ün kvadratı 16. Üçüncüdə toplayıb 25'ə bölməliyik. Çünki 5'in kvadratı 25. İndi gəlirik dairənin içərisində verilən ədədlər. Dairənin içərisində verilən ədədlərdə ya qarşı-qarşıya, dairənin çölündə olanlar da fərqlidir. Dairənin içərisində olanlar da qarşı-qarşıya. Və yaxud da hamısına bir yerdə. Hamısını bir yerdə toplasaq 35. Bunların hamısını bir yerdə toplasaq, deməli biz bunları topladıq 32 evdir. 32 oldu. Bunları topladıq 32. Bunları toplayanda 32. Sonuncu dairənin içərisində verilənləri toplayanda bizə 32 verməlidir. 32 olması üçün deməli 23 bizə lazımdır 9. Sonra gəldik növbəti 61'də. Ya hamısına bir yerdə, ya da qarşı-qarşıya. 6 ilə 7'ni topladıq. 13. 10'dan 7 çıxırıq. 3. 13'dən 3 çıxanda 10. Yuxarını topladıq. 15. Aşağını çıxırıq. 6. 15'dən 6 çıxanda 9. Yuxarını topladıq. Aşağını çıxdıq. 19, 6. 19'dan 6 çıxanda 13. Yuxarını toplayırıq. 17. Aşağını çıxırıq. 3. 17'dən 3 çıxanda bizə verir 14. 63 tipində olanlarda isə qarşı-qarşıya. Burada yanaşı olmayacaq. Çarpaz. 18 ilə 17'ni bizə verir 35 cəmlədik. 9'dan 6 çıxanda isə 3. 35'in üstünə 3 gəlir 38. Deməli, yuxarı aşağı olanları toplayırıq, sol sağa çıxırıq. 11 ilə 11'in 22, 19'dan 9 çıxanda 10. Topladıq 32. 6 ilə 15'in 21, 46'dan 26'dan 3 çıxanda 23, toplayanda deməli 21. Toplayanda bizə 44. Burada da yenə eyni qaydada. 12'dən
12'nin üstünə 8, 20, 9-dan 20 çıxırıq. Deməli, -11. 20-nin üstünə -11 gələndə bizə verir 9. 64 də eyni qaydada. 65 yenə dediyimiz kimi uyğun mövqeyə baxırıq. 4 ilə 7-dən, 47-dən 65. 23-dən 13. 23-dən 13 necə alınır? 2-nin kvadratı, 3-ün kvadratı. Cəmlədik 13. 4-ün kvadratı, 7-nin kvadratı. Cəmlədik 65. 66 eyni qayda, 67, 68, 69 hamısı eyni qaydada. Gəldik 71 tipində olanlara. 71 tipində olanlar pizza dilimləri. Pizza dilimləri nə deməkdir? Yəni biz ya bunlara saat əqrəbi istiqamətində artma azalma ardıcılığı ilə baxmalıyıq, ya da qarşı-qarşıya. Qarşı-qarşıya baxanda da 2 dənə qayda var. Ya 5-dən 27, 51-dən 82 eyni qaydada alınmalıdır və yaxud da 5, 82, 51, 5, 27, 51, 82 arasında eyni qanun uyğunluq olmalıdır. 431-dən 66 hamısında eyni qayda olmalıdır. Bir-birinə bərabər olmalıdırlar yəni. Burada baxırıq ki, rəqəmlərin cəmi də bu 5-dir. 5 ilə 1-in 6, 2 ilə 5-in 7, 8, 9, 10. Burada 11 olmalıdır. Burada 12. Rəqəmləri cəmi 11 olanda 83. 72-də eyni qayda, 73, 74 eyni qayda. 75-də isə qarşı-qarşıya 12-dən 36 alınır, 22-dən 88. 12-dən 36 necə alınır? 3-ə vuranda. 22-dən 88 4-ə vuranda. 31-də baxırıq ki, bu 3, 4, bura 5 olar, burada 6. 41-i 6-ya vuranda 205 eləmir. 41-i 5-ə vurmalıyım. Burada 2 dənə 5 oldu axı. Deməli, burada nəsə fərqlilik var. Baxaq görək. Niyə bura 5-dir? Bunlar 3, 4-dür. 1 ilə 2-nin cəmi 3. 2 ilə 2-nin cəmi 4. 4 ilə 1-in cəmi 5. 3 ilə 1-in cəmi bizə 4 verir. 31-i 4-ə vurmaq lazım. 31-i 4-ə vuranda 124. Oldu D variantı. Sonra keçdik 77 piramida. Aşağıda verilən ikisindən yuxarıdakı alınır. Aşağıda verilənlərdən yuxarıdakı. Mən 1 ilə 1-dən 1, 1 ilə 3-dən 3, 3 ilə 3-dən A. Bunları almağa çalışmalıyam. 1 ilə 1-dən fərqli qaydalarda 1 ala bilərik. 1 ilə 3-dən fərqli qaydalarda 3 ala bilərik. Gedib dəqiqləşdirmək üçün 3 ilə 7-dən 9-un alınmasına baxıram. Mən burada baxıram ki, 1-i 3-ə vurub 3 yazıbdır. 1-i 1-ə vurub 1 yazıbdır. Amma baxıram ki, 3-ü 7-yə vuranda 9 eləmir. 3-dən 7-dən 9 necə alınır? Toplayıb 1 çıxanda. 1-dən 1-i toplayır, 1 çıxır. 1 ilə 2 toplayıb 1 çıxır. 3 ilə 2 toplayıb 1 çıxırıq 5. 3 ilə 5-i toplayır 8, 1 çıxırıq 7. 7 ilə 7-ni toplayırıq 14, 1 çıxırıq 13. 9 ilə 13-ü toplayırıq 22, 1 çıxırıq 21. Sonra da verilən ədədləri gətirib yerinə yazıb həll edirik. 78 də eyni qaydadır, rebus qaydası. Sonra keçirik romba. Rombda nə demişdik? Yanlış olur. Ya 20 ilə 5, 8 ilə 8, ya da 20 ilə 8, 5 ilə 8. 20 ilə 20-ni 5-ə böldük 4, 8-i 8-ə vurduq 64. Bunları topladıq. 16-nı 8-ə böldük 2, 4-ü 6-ya vurduq 24. Bunları topladıq. 3-ü 9-a böldük 3, 7-ni 7-yə 49. Bunları topladıq 52. 87 də eyni qayda. Bunların ikisinə bir, bunların ikisinə bir baxırıq. Keçdik. Deməli. Gəldik. Yenə 95-də fərqlilik var. Fərqlilik varsa nəzərə alınacaq. 4, 3, 5 hesablamada istifadə olunacaq. 99 nömrəli testimizə 8 ilə 1-dən 4 alınır. 4 ilə 2-dən 4, 4 ilə 6-dan 12, 6 ilə 9-dan 27, 8-i 1-ə vurub 2-yə bölür. 4-ü 2-yə vurub 2-yə bölür. 4-ü 6-ya vurub 2-yə bölür. 6-nı 9-a vurub 2-yə bölür. Deməli, mən 12-ni 7-yə vurub 2-yə bölməliyəm. 12-ni 27-yə vurub 2-yə bölməliyəm. 12 vur 27 böl 2. Bunlar ixtisar getdi, qaldı 6. 6-nı 27-yə vuranda 120, 42, 162. 100 nömrəli testdə yenə eyni qaydadır. 5 ilə 3-dən K alınır, 3 ilə 4-dən 8 alınır, 4 ilə 9-dan 13 alınır. Piramida qaydasıdır. 42-yə kimi sağa doğru bir qayda, sola doğru fərqli qayda. 5 ilə 3-dən K, 3 ilə 4-dən 8, 4 ilə 9-dan 14. Necə alınacaqdır? Toplayıb üzərinə 1 gəlirik.
5 ilə 8, 3-ü topladıq 8, üzərinə bir gəldik 9. 9 ilə 8 topladıq 17, üzərinə bir gəldik 18. 18 ilə 23-ü topladıq 41, üzərinə bir gəldik 42. İndi sola doğru baxaq, sağdan sola. Deməli 3 ilə 9-u topladıq 12, 1 çıxdıq 11. Deməli burada da toplayıb 1 çıxır. 6 ilə 1-i toplayırıq 7, 1 çıxır 6. 9 ilə 6-nı toplayırıq 15, 1 çıxırıq 14. 11 ilə 14-ün 25, 1 çıxırıq 24. 24 ilə 19-un 43, 1 çıxırıq 42. Deməli burada da bu qayda. Sonra keçdik yenə rebuslardan iç-içə fiqurlar verilərsə 111 tipində. Əgər iç-içə fiqurlarınız verilibsə 111 tipində ya mərkəzdən kənara doğru ya da kənardan mərkəzə doğru qüvvətlər artır. Ola bilər ki, cütün kvadratı təkin kubu, təkin kvadratı cütün kubu bu qaydadadır və bunlar toplanılacaq. İç-içə fiqurlar veribsə bu qaydada. Fiqur rəqəm alınırsa, onlara siz bucaqları kimi baxırsınız. Bucaqların sayı kimi. Kənardan başlayaq. 4-ün kubu, 3-ün kvadratı, bir də 4-ün özü. Bunları toplayırıq. 4-ün kubu, 3-ün kvadratı, 4-ün özü. Burada 3'ün kubu 27, 4'ün kvadratı 16, 5'in de özü. Bunları topladık 48. 4'ün kubu 64, 4'ün kvadratı 16, bir de mərkəzdəki 4'ün özü. Bunları topladık 64, 80, 84. Keçdik 112, 113 tipində olan testlərə. Burada baxırıq ki, dedik ki, biz fərqli fiqur almağa çalışırıq. Eyni zamanda da baxırıq ki, burada fərqli mövqe var. Alınacaq ədəd 32-dir. 6, 10, 8. Yuxarıdadır, 3 ilə 5 aşağıdadır. Burada nə edirik? Ya aşağı toplayıb yuxarı çıxırıq, ya aşağı bölüb yuxarı vururuq. Yəni, vurma ilə bölməyə bir baxırıq, toplama ilə çıxmaya bir baxırıq. Qəti şəkildə vurma ilə toplamanı, bölmə ilə çıxmanı bir yerə qatmırsınız. Bunlar bir yerə qarışmasın. Ola bilər bu tiplər sizə düşsün sağa sola kimi. Misal üçün dairə, sola ox işarəsi, dairə, sağa ox işarəsi. Bu qaydada olsun ola bilər ki. Yenə sola topladınız, sağa çıxırsınız. Sola vurdunuz, sağa bölürsünüz. Sola neynəmsinizsə sağa əksi. Baxaq indi. 6 3-ə bölünəndə 2. 2-ni 10-a vuranda 20. 20-ni 5-ə böləndə 4. 4-ü 8-ə vuranda 32. Ən sonda verilir. Alınan ədəd. Və diqqətli olun. 6-dan 3 almaq üçün 2-yə bölməyəsiniz ha. Buradakı rəqəmlər hesablamada istifadə olunur. Siz o ədədləri almağa çalışmırsınız. Dairələri ədədləri almağa çalışmırsınız. Alacağınız ədəd sondadır. Siz onları hesablamada istifadə edirsiniz. Görək bura 14-ü 7-yə bölürük. 2, 2-ni 8-ə vururuq. 16. 16-nı 4-ə böldük. 4, 4-ü 3-ə vurduq 12. Deməli bizim cavabımız 12-dir. Və diqqətli olun ki, burada həmişə sizə tam ədədlər alınmalıdır. Baxaq 113-ə. 13 5-ə bölünmür. 13-ü 5-ə vursam 65, 65 də 2-yə bölünməyəcək. Deməli, vurma bölməni keçdik. 13-dən 5 çıxırıq 8, 8-i üstünə 2 gəlirik 10. 10-dan 4 çıxdıq 6, 6-nın üstünə 3 gəldik 9. Deməli, aşağı çıxır, yuxarı toplayır. Aşağı çıxır, yuxarı toplayır. 14-dən 9, 5, 5-in üstünə 13, 18. 18-dən 8, 10, onun üstünə 5, 15. Deməli, bizim cavabımız 15 olur. Sonra gəlirik 114, 115 tipində olan testlərə. Burada nə edirik? Fiqurun özü və qonşuları. Bucaqların sayına baxırıq. Dairə həmişə sıfırdır, bunu nəzərə alırsınız. Və kənarda verilən ədədlər hesablamada istifadə olunmur. Bunlar alınan ədədlər. Yəni A-da 6 alınır, B-də 29 alınır. Bunlar hesablamada qəti istifadə olunmur. Y-nin özü 4-dür, qonşuları 3, 6 və 5-dir. Mən indi qonşulara bir qaydada
özünə fərqli qaydada baxıb, ola bilər hesabında özü istifadə olunmur, ancaq qonşularıdır. Hesablayıb almalıyam yer tapılmalıdır. Deyək ki, 5 axtarır. 5 bucaqlının B-yə baxaq. B-yə 29 yazıbdır. Qonşuları 6 və 4-dür. Necə ala bilərik? 6, 4, bir də 5-dən 29 ədədini. 6-nı 4-ə vururam. 24, üstünə 5 gələm 29. D-yə baxaq. 6-nı 4-ə vururam. 24, üstünə 3 gəlirəm 27. C-yə baxaq indi. S'nin qonşularında nə var? 0, 3, 4, 5. Bunların hamısını bir-birinə vuranda 0 olacaqdır. Yəni 0 var. 6'ya da vuranda üstündən 6 gələndə 6. İndi y'ni tapaq. Y'nin qonşuları 6, 3, 5'dir. 6 vur, 3 vur, 5 bizə verəcək 90. Üzərinə də 4 gəlməliyik. Özünün üzərinə gəlməliyik. Olur 94. İndi baxaq 15 nömrəli testə. Bundan bir dənə nümunə işləyək. 15 nömrəli testdə. Deməli, biz axtarırıq y'ni. İndi A'ya 12 alıbdır. A'nın qonşularının biri 0'dır, biri 4'dür. Keçək D'yə baxaq görək. 0-dan bacarıqlı qədər uzağa qaçın demişə. Sonra gedin tapdığınız qaydanı yoxlayın görün ödəyin. D'yə baxaq. D'də alıb 56. 56 D'nin qonşuları 6'dır, 3'dür, 5'dir. 6, 3, 5 və 4-dən 56 necə alınır? Bunların hamısını bir-birinə vursam çox gedir. 90'a gedib çıxır. Bunları toplasaq 6, 3, 5. Bunları topladıq. 14, 4'ə vurduq. 56. Deməli, qonşuları toplayıb özünə vurur. İndi tapaq biz y'ni. Qonşuları bunun nədir? Y'nin qonşuları 4'dür, 6'dır, 0'dır. Bunları topladıq. 10, özünə vurduq 5'ə. 50. Y variantı. Hamısı eyni qaydadadır. Sonra keçək 118 tipində. Burada içərisində, fiqurun içərisində rəqəm verilibsə, rəqəmi vurursunuz fiqurun özünə. Yəni 4'ü 4'ə vururam. 16, 3'ü 2'yə 6, 1'i 4'ə 4, 3'ü 0'a 0. Buradakı ədədlər indi alınır. 1-dən 22-ni necə alarıq? Baxıram ki, qonşuları toplayanda ala bilərəm. 16 ilə 6-nı toplayıram 22. 2'yə 20 yazıb. Qonşularını toplayaq görək 20 eləyir. 16, 4, 0, 20. 3'ə 6 yazıbdır. 3'də görə indi qonşuları toplayanda 6 olacaqmı? Deməli 3'ün qonşuları bir dənə 6 elə. 4'ə 10 yazıbdır. 4'ün qonşuları 2 və 1'dir. Yəni 6 ilə 4'ü toplayanda 10. İndi bizə burada soruşur ki, həmin fiqurların içərisində nə olmalıdır? Mən baxıram ki, 1'ə 8 yazıbdır. Deməli 1'in qonşusuna 8 alınması üçün bura 2 yazılmalıdır. 2'ni 4'ə vuraq, 8 eləsin. Baxıram ki, 5 yazılıb, A-nı artdıq. 3 yazılıb, B-ni artdıq. 2 yazılıb, C-yə baxaq. C, D, Y-də 2 yazılıbdır. İndi baxaq görək. 1'i 4'ə vurduq, 4, 2'ni 4'ə 8, 3'ü 4'ə 12, 0, 5'i də 8'ə vuranda 40. 1'ə 8 yazıb, 1, 8 alınır. Qonşusun yazıbdır 8. 2'yə 56 yazıbdır. 2'nin qonşularını toplayaq. 4, 12, 40 və 0. Hamısını toplayanda deməli 52, 56. 56 olur. 3'ə yazıb 60. 3'ün qonşuları 8, 12, 40. Bunları topladıq. Bizə 60 verir. 4'ə 8 yazıb. 4'ün qonşuları 8 ilə 0'dır. 8, 5'in qonşuları da 8. 5'in də qonşuları 0 ilə 8'dir. Olur 8. Deməli, C variantı düzgün cavab. Birinci hissədə bu qədər. İnşallah ikinci hissəndə videosunu çəkib kanala yerləşdirəcəm. Ona da baxarsınız. İkinci hissədə olacaqdır 130-80 sonraki testlər. Bu testlər rahatdır. Bunların həlli solu asandır. İnşallah gələn videolarda görüşmək ümidi ilə.